nəfərlik qayaq qayığında 500 metr məsafədə birinci yerə layiq görüldüm. Mən bu yarışa yaxşı hazırlaşmışdım. Sonra isə K2 500 metr məsafədə birinci yerə yenə layiq görüldü. Gələn ayın onu Gürcüstan Poti şəhərində Gənclər arası keçirilən reqatada yarışacağam. Mən inşallah oraya yaxşı hazırlaşacağam və Azərbaycan bayrağını orada qaldıracağam. Bugünkü keçirilən Bakı birinciliyində akademik AVÇM üzrə 500 metr məsafədə bir nəfərlikdə birinci yer tutdum. Gələcəkdə Azərbaycan çempionatı Bakı çempionatda olacaq, orada hazırlaşırıq. Bakı birinciliyində 500 metr məsafədə qızıl medal qazandım. Çox yaxşı hazırlaşmışdıq. Rəqiblərim güclü idi, həyəcanlı keçdi yarış, rəqabət dolu oldu. Qarşıdan Avropa çempionatı gəlir, ora hazırlaşırıq. Güclü təlim məşq toplanışlar gedir. İnşallah orada da bayrağımızı dalğalandıracağıq. Bu günlərim açıq Bakı birinciliyi keçirildi. Akademik avar çəkmə növündə tək nəfərlik qayıqda 500 metr məsafədə birinci oldum. Gələcəkdə məqsədim Olimpiya və Avropada iştirak edib bayrağımızı yüksəyə qaldırıb medal qazanmaq.